Uşaqlar, biz yenə demək 2025-dən elastik qüvvəsi, sürtünmə qüvvəsinin açıq tipli suallara baxırıq. Uşaqlar, bu nisbətən çətin sualdır, 43-cü sual. Burada biz sistem tənliyindən istifadə edəcəyik. Riyaziyyatdakı bildiyiniz sistem tənliyindən. Burada iki hərəkət var, yəni iki şey var. Oradan biz sistem tənliyindən asılılıqdan gəlib cavabımızı tapacağıq. Burada nə görürük uşaqlar biz? Birinci deyir ki, görürsünüz uşaqlar, bu 3M-dir, M1-imiz, bu normal M-dir. Yəni, deyir ki, uşaqlar, bunu sərbəst buraxdıqda, yəni bu M2 ilə, yəni M2 aşağı gedir, yəni bu M1 də bu tərəfə dartır, sağ tərəfə dartır, bu tərəfə dartır. Deyir ki, uşaqlar, bu sağ tərəfə dartanda, bu M1-də sürtünmə qüvvəsi əmələ gəlir. Bizə deyir ki, bu sürtünmə qüvvəsi nə qədərdir, yəni normal təcildən hərəkət edir, yəni Newtonun ikinci qanunu burada var, yəni bu da təcillə hərəkət edir, bu da təcillə aşağı edir. Okay. Biz burada uşaqlar iki dənə şeyə baxacağıq, hərəkətə baxacağıq. Okay. Biz bilirik ki, uşaqlar, baxın, burada bizim bir, yəni görürsünüz ki, eyni ipdir. Yəni burada da eyni ipdir, burada da eyni, ya da tros mu deyək, ya da zincir mi deyək, nədir fərqi yoxdur. Bu eyni ipdir, görürsünüz. Biz görürük ki, uşaqlar, tension, yəni tension nə idi? Gərilmə, yəni T. Biz bilirik ki, bu T bu istiqamətdədir, yəni T. Sürtünmə aradı uşaqlar, sürtünmə bu istiqamətdədir. Onu da biz Newtonun ikinci qanununa görə yaza bilərik. Məsələn, bu tərəfə getdiyinə görə, onda yazırıq T minus, belə yaza bilərik, F sürtünmə bərabərdir M1A. Belə yaza bilərik. Onu burada yazanı istəyirsiniz. Yəni T bu tərəfə gəldiyinə görə T. Burada da yuxarı bir T var uşaqlar, yəni eyni T'dir ikisi də. Okay. Birinci şeyimizi yazırıq onda. Yazırıq T minus F sürtünmə bərabərdir M1A-ya. Bəs uşaqlar, ikinci hərəkətimiz nədir? Bu aşağı gedir. M2 aşağı gedir. Bunun aşağı bir nəyi var uşaqlar? M2J'si var, elə deyilmi? Yuxarısı da bir T gərilməsi var. Onu da belə yaza bilərik. M2J minus T bərabərdir M2A-ya. Okay, bizim sistem tənliyimizi aldıq burada uşaqlar. Sistem tənliyimizə görə F sürtünməni tapaq. Uşaqlar, tərəf-tərəfə toplasaq, onda nə olacaq? Bizim gərilmələrimiz nə oldu? İxtisar oldu. Onda nə qaldı? M2J minus F sürtünmə bərabər. Bunları da toplasaq uşaqlar nə oldu? İstəyirsiniz yerinə qoyalım. M1-imiz nədir uşaqlar? 3M-dir. Bu nədir uşaqlar? Normal M-dir, M2-imizə normal M-dir. Nə oldu onda? 3M bu oldu uşaqlar, yazarım bura. M-A-da bu oldu, yəni 3M-A bu oldu, M-A-da bu oldu. Nə oldu uşaqlar? 4M-A-ya. Okay, M2-imiz də nədir? Elə normal M-dir, yazın bura istəyirsiniz. Belə yaza bilərik. F bu tərəfə keçsə, onda F sürtünmə bərabərdir. M2 normal M-dir, yazıram. MJ minus 4MA oldu, elə deyilmi? Buradan da uşaqlar bərabər qoyuram. M-i mötərizə xanədən çıxartsam, onda nə oldu? J minus 4A olmuş oldu. Biz F sürtünməmizi tapdıq. Burada istəsəniz J-nin yerinə 10 da qoya bilərsiniz. Yəni, sizə görə dəyişir. F sürtünməmiz nə oldu uşaqlar onda? F sürtünmə bərabərdir M J minus 4A oldu F sürtünməmiz. Bu qədər uşaqlar.